Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr cəmiyyətin bütün təbəqələrini əhatə edir. Xüsusilə Heydər Əliyev Fondunun diqqət və qayğısında olan körpələri. Əslində dünyada baş verən dəhşətli hadisələri, miqrasiya problemini, terroru, hüquqsuzluğu gördükdə gələcəyimiz olan uşaqların acı taleyi hər birimizi düşündürür və etiraf edək ki, sarsıdır. Ukraynada, Qəzzada, Afrika ölkələrində hər gün nə qədər günahsız uşaq həlak olur. Ancaq siyasi ambisiyalardan əl çəkə bilməyən güclərin davranışı bir daha göstərir ki, dəyərlərin tapdalandığı, insan hüquqları pərdəsi arxasında min bir oyunların oynanıldığı, mərhəmətin, humanizmin qalmadığı bir dövrə gəlib çıxmışıq. Elə bir mərhələyə ki, bir çox xalqlar üçün azad və təhlükəsiz yaşamaq, işləmək imkanları faktiki yox dərəcəsindədir. Humanizm, xeyriyyəçilik missiyaları bəlli mərkəzlərin geosiyasi maraqları ücbatından bloklanır. Beynəlxalq təşkilatlar buna sadəcə olaraq göz yumur. Lakin böyük inkişaf yolu keçən ölkələr bu haqsız hücumlara boyun əymir. Mərhəmət və xeyirxahlıqla müşahidə olunan əməlləri insanlardan əsirgəmirlər. Həmin sırada Azərbaycan da var. Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar missiyası məhz mərhəmət və xeyirxahlığın simvoludur. Və bu missiya bütün dünya üçündə nümunə olmalıdır. Süjet izləyək. Çöhrələrindəki təbəssüm sevgi ilə əhatə olunduqlarını göstərir. Axı əmin əllərdədirlər. Valideyn himayəsindən məhrum olsalar da onların layiqli vətəndaş kimi yetişməsi və təhlükələrdən qorunması üçün diqqətini və mərhəmətini əsirgəməyənlər var. Başlayın. Saxsıdakı çiçəyin belə böyümək üçün diqqətə, qayğıya, sevgiyə ehtiyacı var. Birinci qrup qan qohumlarından o diqqət və qayğını görməsələr də, əsas himayədarları dövlətdən bu qayğı və sevgini görürlər və beləcə xoşbəxt böyüyəcəklər. Davamlı olaraq uşaq və körpələr evini ziyarət edən, onların arzu və istəklərini dinləyən birinci vitse-prezident Mehriban Əliyeva dünyadakı ən ümdə vəzifənin uşaqlara qayğı olduğunu hər zaman dilə gətirir və əməlləri ilə təsdiqləyir. Adın nədir? Aydan. Aydan. Neçə yaşın var? 5. Necədir Aydan? Yaxşı. Dostların var burada sənin? Aydandır da. Onlar böyüyür, böyük bir ailənin üzvü kimi. Xoş xatirələrini isə yaddaşlarının dərinliklərinə yazırlar. Mehriban xanım Əliyeva və qızı Leyla xanım Əliyeva burada bizimlə idi. Bizimlə görüşü oldu. Biz ona ədəbi proqram hazırlamışdıq. Bizlə görüşdü, bizlə maraqlandı, bizə hədiyyələr gətirmişdilər və o gün bizim yaddaşımızda həmişə kimi çox xoş xatirələrlə qaldı və biz bu günü, o günləri bilirik ki, heç vaxt yaddan çıxarmayacağıq. Bizə göstərilən qayğını, sevgini heç vaxt unutmayacağıq. Onlar bizi əhvalımızı soruşdu, bizlə maraqlandı, hədiyyələr verdilər. Dayaq müxtəlif dərnəklərə gedirik, rəsm çəkirik, xalça toxuyuruq, oyunlar oynayırıq. 3 yaşdan 18 yaşa kimi uşaqların olduğu müəssisədə məktəb yaşına çatanlar buradan yaxındakı məktəbə gedərək təhsil alırlar. Arzuları da var. Qarşıma məqsəd həm yığdığım bala görə, həm də rəqs müəllimi olmaq istəyirəm. Amma ən böyük arzum özümə moda evi açmaqdır. Tanınmış modelyer olmaq istəyirəm. Adəm böyüyəndə nə olmaq istəyir? Rəssam. Kosmosda olmaq. Orada olub şəkil çəkmək istəyirəm. Günəşin şəklini çəkmək istəyirəm. Ayın şəklini çəkmək istəyirəm. Xoşum gəlir. Müəssisəni gəzdikcə saatın necə keçdiyini unutduq. Rəngli rəsm otaqları, rəqs zalları. Bu otaqda isə Azərbaycanın mədəni irsi, mədəniyyət nümunəsi olan təkcə xalçalar toxunmur. Bütün ləvazimatlarla təchiz olunan uşaqlar asudə vaxtlarını səmərəli keçirməklə bərabər həm də həyatlarını ilmə-ilmə rəngarəng toxuyurlar.
Nə qədər uşağımız Mədəniyyət İncəsənət Universitetini bitirib, Ada Universitetini bitirib bu dəqiqə hal-hazırda yəni işləyən, çalışan uşaqlarımız var. Bakı Dövlət Universitetində bu dəqiqə hal-hazırda 3-cü kurs tələbəsi olan uşağımız var. Xarici Dillər Universitetini bitirən uşağımız var. İdman Akademiyasını bitirən uşaqlarımız hal-hazırda bu dəqiqə biri əskərlikdədir, yəni əskəri xidmətini eləyir, o biri yəni artıq işləyir. Bütün bu qayğıya rəğmən mən fikirləşirəm ki, və üzümü tuturam həmən valideynlərə, analara, heç vaxt uşaqlarını atmasınlar, heç vaxt uşaqlarını uşaq evinə verməsinlər. Biri fərqli rəng, fərqli not, fərqli simadır. Həyatımıza gözəllik qatırlar. Bizim isə ən böyük arzumuz üzlərinin gülər, həyatlarının gözəl olmasıdır. Röya Qarabağlı, Farid Şixəlizadə, Həftə.